Salam, hər vaxtınız xeyirli, gününüz uğurlu olsun. Dəyərli izləyicilərim, kanalıma və mətbəximə xoş gəldiniz. Bugün şabalıdı qışa necə saxlayıram, bunu sizlərlə paylaşacağım. Əgər bu sizə də maraqlıdırsa, buyurun, izləyin. Nə edirəm? Gördüyünüz kimi şabalıdı bu formada kəsirəm. İstədiyiniz formada kəsə bilərsiniz. Hal-hazırda şabalıdın bol vaxtıdır, mövsümüdür deyərdim. Həm də qiyməti də normaldır. Marketlərdə də endirimdə olduğu üçün düşündüm ki, alım bunu qışa saxlayım. Çünki qışda bilirsiniz qiyməti biraz yüksək olur. Həm qiyməti yüksək olur, həm də ki, ürək açıcı olmur. Mən qışda bir neçə dəfə almışam. Bir neçə dəfə də olub ki, yəni istədiyim kimi çıxmayıb. Ya içi qaralı çıxır, ya pus çıxır. Yəni hal-hazırda təzə olduğu üçün çox gözəldir, çox doludur. Bunu hər kəs hələ indidən alıb saxlasa qışa daha yaxşıdır, daha məsləhətlidir və mən də belə etdim. Qış üçün saxlamağa qərara gəldim. Su qoymuşdum qaynamağa, qaynayır. İçərisinə duz əlavə etdim və şabalıdları əlavə edəcəm qazanımıza. Əziyyətə dəyər verən, videolarımı izləyən, bəyənən, şərhlər yazan hər kəsə öncədən təşəkkür edirəm. Şabalıdlarımızı çox qaynatmırıq, çünki çox qaynatsaq bunu qabığından çıxararkən əzilir və yaxud dağılır. Ona görə də biraz qaynadısa bəs edir. Şabalıdlar qaynadı və bunları soyuq suya əlavə etdim ki, daha rahat çıxsın. Və bunları təmizləyirəm. Hamısını eyni qayda ilə təmizləyirəm. Bu da hazırı təmizlədim. Bunları paketlərə yığacağım. Mən şabalıdı bu formada saxlayıram qışa. Sizlər bilmirəm necə saxlayırsınız. Hal-hazırda mövsümü ikən, həm də qiymətləri də normalkən bunu hər kəs alıb saxlaya bilər. Çünki bilirsiniz, qabaqdan inşallah ki, gözəl bayramlarımız gəlir. Bunu hər kəs pulovda istifadə edir. Çox dadlı edir pulovu. Paketlərə yığandan sonra mən bunu bu formada edirəm. Pipeti paketin içərisinə qoyub, bunun havasını özümə tərəf çəkirəm ki, bu formada həm içərisinə hava girməsin, həm də kip şəkildə qalsın. Belə çox gözəl qalır, saxlamaq olur, illərlə bəlkə saxlamaq olur. Gördüyünüz kimi çox gözəl olur belə. Təkrar göstərəcəm yenə də necə etdiyimi. Gördüyünüz kimi pipeti paketin içərisinə əlavə etdim və kulokun ağzını tutub havasını özümə tərəf çəkirəm. Və sonra da ağzını kip şəkildə bağlayıram. Bu formada olanda içərisinə hava girmir və qalma müddəti də çox uzun saxlamaq olur. Gördüyünüz kimi qışa hazırlığımız hazır oldu dəyərli izləyicilərimiz. Mən bu formada şabalıdı qışa saxlayıram. Sizlər necə saxlayırsınızsa bunu yorumlarda yazsaz yaxşı olar. Bir faydalı videonun daha sonuna gəldik. Hazırlayacaq olan hər kəsə nuş olsun deyirəm. Hələlik bu qədər, sağ olun. Allah'a əmanət olun.